Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz dünyada baş verən proseslər, yəni həm Arktikada baş verən proseslər, həm Yaxın Şərqdə, həm Rusiya-Ukrayna müharibəsində baş verən proseslərlə bağlı olacaq. Öncə Arktikada baş verən proseslərlə bağlı fikirlərimi bildirmək istəyirəm. Məlum məsələ, Trump hakimiyyətə gələr-gəlməz ilk olaraq hədəf qoyduğu üç istiqamət var idi. Bunlardan biri Kanada idi, biri Panama idi və biri də Grenlandiya idi. Və amma ilk fəaliyyəti, belə ilk icraatı Türkiyəlilər demiş, Trump'ın Venezuela'da oldu. Yəni Venezuela'da Maduro'nu sözün əsl mənasında oğurladılar və Maduro'nu gətirdilər Amerikaya, onu məhkəmə qarşısına çıxartdılar və bildirdilər ki, Venezuela'da hansısa hakimiyyəti dəyişdirəcək, bunlar öz istədikləri adamı Venezuela'ya göndərəcəklər. Və Venezuela nefti, Venezuela'nın ümumiyyətlə təbii sərvətlərini Amerika şirkətləri istismar edəcək. Və digər tərəfdən isə Amerika tərəfi açıq-açıq bəyanatlar verməyə başladı və bildirdi ki, Grenlandiya təhlükədədir. Grenlandiya Amerikanın təhlükəsizliyinə Grenlandiyaya görə təhdid yaranır və əslində Rusiya və Çin Grenlandiyanı işğal etmək istəyir və ona görə də Grenlandiyanı onlar öz tərkiblərinə qatmaq niyyətindədirlər. Və Trump təbii ki, bu məsələ ilə bağlı həm Avropa ölkələrini, Danimarkanı həm ciddi şəkildə həm şantaj eləyirdi, həm təhdid eləyirdi. Çünki hərbi əməliyyatlar keçirəcəyi ilə bağlı da ən azından Amerika mətbuatı fikirlər yazmağa başlamışdı və bir çoxları rəsmi şəxslər belə bu yöndə ən azından fikirlər səsləndirirdilər. Və ən nəhayətində Grenlandiyadakı məlum hakimiyyət, Danimarka tərəfi də dəfələrlə bəyanat verdi və əslində Çin və Rusiya da bəyanatlar verdilər ki, onların ümumiyyətlə Grenlandiya ilə bağlı heç bir problemi yoxdur. Yəni məsələ təkcə Trump'ın və Amerikanın nə istəməyindən asılıdır və Amerika və Trump nə istəyirdisə ona çatmaq üçün istənilən fikirləri səsləndirdilər. Əsas önəmli olan məsələ hədəfə çatmaqdır. Və burada ən qəribə və ən gülməli məsələlərdən biri ondan ibarət oldu ki, sanki bir çoxları onsuz da iddia edirdilər ki, Alyaskada Trump'la Putin arasında bir razılaşma baş verib. Onlar dünyanın bölünməsi və yaxud da ki, atacaqları addımları əvvəlcədən müəyyənləşdiriblər və çox maraqlı bir hadisə baş verdi. Sanki yenə də Rusiya ilə Amerika birgə fəaliyyət göstərirmiş kimi Putin dünən açıqlamalar verdi və bildirdi ki, Trump birincisi onların, üzr istəyirəm, Grenlandiya onların konkret olaraq marağında deyil. Grenlandiyanı əslində Danimarka orada istismar eləyir və Grenlandiya əgər satılacaqsa, zamanında Alyaska necə satılmışdısa, elə Grenlandiyada Amerikaya satıla bilər. Yəni, faktiki olaraq Putin, Trump'ın Grenlandiya ilə bağlı istəklərini, arzularını, maraqlarını demək olar ki, təmin etmiş oldu. Və dolayısıyla bu məsələnin ardınca Rusiya-Ukrayna müharibəsi gündəmə gəldi. Ümumiyyətlə, Ukraynanın yenidən qurulması ilə bağlı iddialar vardı ki, 800 milyarda yaxın pul lazım olacaq. Bu Davos forumunda ümumiyyətlə bu məsələ öz həllini tapacaq. Amma məlum oldu ki, bu məsələni arxa plana keçirdilər. Və burada əsas təhdid altında olan və əsas hesab edirəm ki, ağır və çətin vəziyyətdə qalan Avropa İttifaqı oldu, Avropa ölkələri oldu. Çünki Avropa ölkələri faktiki olaraq nə Trump'a müqavimət göstərə bilirlər, nə də Putinə müqavimət göstərə bilirlər. Putin, yəni Rusiya, Ukraynada istədiyini eləyir. Trump isə həm Venezuela'da, həm Grenlandiyada, həm də digər istiqamətlərdə yəni istədiyini eləyir. Və ona görə də indiki mərhələdə hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin taleyi də ona görə də Amerika və Rusiya arasındakı danışıqlardan yeri gəlmişkən Trump'ın nümayəndələri də Moskvaya gələcəklər. Danışıqlardan çox şey asılı olacaq. Və əslində Rusiyanın son dönəmlər Ukraynada yendirdiyi zərbələrə biz diqqət eləsək, onlar daha çox ordudan, ümumiyyətlə birləşmələrdən, hərbi obyektlərdən daha çox sırf enerji resurslarını, yəni sırf xüsusən elektrik stansiyalarının hamısını vurmağa çalışırlar ki,
bu qış aylarında, bu soyuqda ümumiyyətlə Ukrayna tərəfi konkret olaraq öz insanlarının isidilməsi və digər məsələləri həyata keçirə bilməsin və insanlar arasında narazılıq da yaransın. Və bunu bacaracaqlarmı hesab edirəm ki, Rusiyanın əgər hələ qarşıdan fevral ayı gəlir və qarşıdan hələ daha şaxtalı və soyuq dönəmlər gəlir. Əgər Rusiya davamlı olaraq Ukraynanı bu formada, yəni sırf enerji resurslarını, yəni qaz, neft və ən əsası isə elektrik stansiyalarını vurub sıradan çıxartsa, Ukrayna tərəfi buna necə reaksiya verəcək? Bunu bilmək o qədər də düşünürəm ki, o qədər də çətin deyil. Misal üçün, artıq Avropa ölkələri, hətta Azərbaycan da Ukraynaya yardım kimi artıq generatorlar göndərməyə başlayıblar. Çünki başqa cür Ukraynada elektrik enerjisini təmin etmək, başqa cür ümumiyyətlə bu fəsadları aradan qaldırmaq indiki mərhələdə mümkün deyil. Avropa ölkələri hərbi baxımdan da əslində xeyli geridə qalır. Çünki onlar zamanında faktiki olaraq NATO'ya güvənirdilər, Amerikaya güvənirdilər, Amerikanın çətiri altındaydılar, NATO çətiri altındaydılar və özlərini təhlükəsiz hiss edirdilər. Amma indiki Amerikanın siyasəti, indiki atdığı addımlar faktiki olaraq Avropanın təhlükəsizliyinə birbaşa təhdid yaradır. Və ona görə də bu təhdiddən yayınmaq üçün Avropa ölkələri necə davranacaq? Bunu ən azından yaxın gələcəkdə görəcəyik biz. Çünki Avropa öz ordusunu qurmaqla bağlı zaman-zaman fikirlər səsləndirib, ümumiyyətlə NATO'nun dağılması və parçalanması ilə bağlı da fikirlər səsləndirib. Amerikanın özündə də bəzi generallar Trump'ın bu siyasətindən narahatdır və Qrenlandiya hərbi müdaxilə siyasətini dəstəkləmirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu NATO'nun parçalanmasına gətirib çıxarda bilər və Amerikanın ən sadiq müttəfiqləri, yəni Avropa İttifaqı ilə aralarında çox ciddi bir gərginliyə gətirib çıxarda bilər. Amma Amerika üçün əsas önəmli olan tərəf Qərb yarımkürəsidir, yəni bunu açıq şəkildə bildirirlər və Amerika üçün əsas olan məsələ Çinin ticarət yollarının üzərindəki nəzarəti həyata keçirməkdir. Ona görə də indiki mərhələdə hesab edirəm ki, Avropa ilə Amerikanın arasında müəyyən gərginlik baş verəcək və dünyada baş verən proseslərin bir qismi də Yaxın Şərqlə bağlıdır və Yaxın Şərqdə ümumiyyətlə Qəzza zolağının bərpası ilə bağlı Trump bir sülh paketi təklif elədi, bəzi dövlətləri ora dəvət elədi, Avropa ölkələri buna getmədilər, amma bir çox ölkələr buna getdilər. İlkin olaraq da yatırım kimi də 1 milyard dollar tərəflər ödəməli idilər və buna əslində çox maraqlıdır ki, dəstək verən ölkələrdən biri də Rusiya oldu və Belarus oldu. Təbii ki, indi Azərbaycan və digər ölkələr, Qazaxıstan və digər ölkələr, bizim regiondakı ölkələri ümumiyyətlə bu məsələlərdən kənarda tutmaq lazımdır. Əsas önəmli olan məsələ Amerika ilə Rusiyanın sanki bir ortaqlığı var. Bu ortaqlıq nə qədər davam edəcək? Ümumiyyətlə bu ortaqlıq xatırlayanlar olacaq, zamanında bu elə bizim YouTube kanalında da dəfələrlə səsləndirilmişdi ki, gələcəkdə əgər Rusiya ilə Amerika Çinə qarşı birləşə bilsələr və yaxud da ki, Çinə qarşı birgə fəaliyyət göstərsələr, bu bizim üçün təəccüblü gəlməməlidir. Və zaman-zaman da ümumiyyətlə bütün böyük müharibələr dövründə də Amerikanın SSR ilə necə davrandığı, necə dəstək verdiyi məsələsi, birgə fəaliyyətlər məsələsi həmişə olub. Bunlar bu iki dövlət həm rəqibdirlər, həm də çox maraqlıdır ki, bəzi məsələlərdə elə bir məsələlər, kritik bir məsələlər yarananda bu iki dövlətin birgə fəaliyyət gördüyünü tarix boyu biz şahid olmuşuq və bundan sonra da böyük ehtimalla bunun şahid olmaqda davam edəcəyik. Yaxın Şərqdə baş verən proseslərdə isə əsas məsələ Suriyanın daxilində baş verən proseslərdir. Suriyada məlum hazırki Əl-Şara hakimiyyəti Suriya ərazisində öz Suriya dövlətini ümumiyyətlə nəzarətə götürmək istəyir. Yəni ən azından oraları Kürd təşkilatlarından, yəni silahlı təşkilatlarından azad etmək istəyir. Bəzi yerlərdə buna nail olur, bəzi yerlərdə nail ola bilmir. Türkiyəni də burada Suriya bataqlığına sürətdən girir və Türkiyə buradan necə çıxacaq? Ümumiyyətlə Türkiyənin hansı formada və Ərbildə Türkiyəyə qarşı baş verən proseslər var. Yəni faktiki olaraq Türkiyə hazırda həm Suriyanın içərisində, həm İraqın içərisindəki Kürd qruplaşmalarla gərgin bir vəziyyətdədir. Bundan əlavə
İran daxilindəki, yəni PKK-nın, yəni İran qanadı olan PKK-nın fəaliyyəti məlum məsələdir və bütün bunların fonunda İran demək olar ki, həm Suriyadan çəkildi, eyni vaxtda həm İraqdan müəyyən mənada çəkildi, amma Türkiyə bu İranın çəkildiyi bu iki bataqlığa Türkiyənin daxil olduğunu biz şahid olarıq. Türkiyə burada nə qədər davam gətirəcək? Türkiyə ümumiyyətlə oradakı prosesləri nizamlaya biləcəkmi? Bunun ən azından yaxın gələcəkdə biz şahid olacağıq. Amma burada nəzərə almaq lazımdır ki, Amerikanın da maraqları var Kürdlərlə bağlı, İsrailin də maraqları var və bu maraqları və Avropa ölkələrinin də burada maraqlarını nəzərə almalıyıq. Bu o deməkdir ki, əslində orada Türkiyə ilə bağlı, Türkiyənin vəziyyəti də o qədər də ürəkaçan olmayacaq. Yəni ən azından Türkiyə orada çox ciddi çətinliklərlə üzləşəcək. Və Rusiya-Ukrayna müharibəsinin iddialar var ki, yaxın zamanda dayandırıla bilər. Amma hər halda bu yaza qədər çəkəcəyi deyilir. Hətta bunun yaya qədər çəkmə ehtimalları da var. Amma Rusiya burada, yəni ümumiyyətlə bütün danışıqlar nəticəsində onu görünür ki, yalnız burada əsas məsələlərdən biri torpaqla bağlıdır. Yəni Rusiyada Qrenlandiya məsələsindən sonra açıq şəkildə bildirdi ki, onların da təhlükəsizliyi üçün Krım önəmlidir və yaxud da ki, digər ərazilər önəmlidir. Və iddialar var ki, Ukraynada, Ali Radada və bir çox deputatlar da fikirləşirlər ki, bu müharibədən canlarını qurtarmaq üçün müəyyən mənada torpaq güzəştinə getməlidirlər. Ümumiyyətlə, müharibələr bunu göstərir ki, qalib tərəflər və məğlub tərəflər həmişə müəyyən məsələlərdə güzəştə getməli olurlar. Və ona görə də düşünürəm ki, Ukrayna tərəfi əgər güzəştə getsə, yaxın zamanda müharibənin dayanacağının şahidi ola biləcək. Yox, əgər Ukrayna tərəfi güzəştə getməyəcəksə, hesab edirəm ki, müharibə istər Amerika istəsə də, Rusiya istəsə də, hətta kim istəsə də istəsin, bu müharibə davam edəcək. Avropa ölkələri, xüsusilə Fransa, Almaniya və Böyük Britaniya bu məsələdə mövqe qoysalar, bu məsələ ilə bağlı müqavimət göstərməyə çalışsalar, hesab edirəm ki, müharibə hələ də davam edəcək. Amma müharibənin nəticəsi Ukraynanın xeyrinə mi olacaq? Ümumiyyətlə, müharibənin nəticəsi necə olacaq? Bununla bağlı müsbət proqnoz vermək hesab edirəm ki, indiki mərhələdə mümkün deyil. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.